Biraz yaxın gəlin eşidə bilərsiniz inşallah. Gəlib çatdığımız bu yer Nəcəfin Kufə şəhəridir, Kufə məntəqəsidir ki, Həzrəti Meysəmi Təmmarı ziyarət elədik. İnşallah bu gördüyünüz yer Həzrəti Əmirəl-Müminin əleyhissalamın mübarək evidir. Ki, Həzrəti əleyhissalam Mədinədən hicrət edəndən sonra gəlib bu evdə yaşayır. Və bəzi tarixlərə əsasən Həzrəti əleyhissalamın bacısı Həzrəti əleyhissalama bu evi hədiyyə eləyir. Bu evin içərisində İmam Həsənlə İmam Hüseyin əleyhissalamın otaqları var, Həzrəti Əbəlfəzin otağı var, xanım Zeynəbin otağı var və Həzrəti Ümmülbəninin, Əbəlfəz ağanın anası Ümmülbəninin otaqları var. Və həmçinin də bu gördüyünüz məscid Kufə məscididir. Həmin o məscidin içərisində bir neçə məqam var. O məqamlar, əsas məqamlardan biri də budur ki, Həzrəti Əli əleyhissalam Ramazan ayının 19-cu günü sübh azanının ikinci rükətinin ikinci səzdəsində həmin o məscidin içərisində İbn-i Mülzəm tərəfindən zərbətləndi, zəhərli qılıncla. Allah İbn-i Mülzəmə və Əhl-i Beytin qatillərinə əbədi lənət eləsin inşallah. Amin. Həzrəti Əli əleyhissalam o məscidin içərisində zərbətlənəndən sonra İmam Həsənlə İmam Hüseyin əleyhissalam Həzrəti Əli əleyhissalamı bu evin içərisinə gətirdilər.